Salam əziz izləyicilər. Bugün sizinlə ördək ətindən döşəmə plov hazırlayıram. Yeməyin adı döşəmə plov olsa da, mən ümumiyyətlə düyüdən hazırlanan hər kəsin aş dediyi yeməklərin hamısına plov deyirəm. Çünki yəni yeməklərin adı belə döşəmə plov, şah plov şəklindədirsə, biz niyə buna aş deyirik? Mənə çatmır. Nəysə. Əvvəlcə onu qeyd edeyim ki, mən aşpaz və ya food bloger deyiləm. Sadəcə öz evində yemək hazırlayarkən sizinlə bölüşmək istəyən bir ev xanımıyam. Keçək yeməyə. Bütün hazırlanma qaydası videoda var, ona görə çox ətraflı deməyəcəm onu. Sadəcə onu qeyd eləmək istəyirəm ki, bu yeməyi dadlı edən əsas cəhəti elə ördəyin düyünün altında bişməsidir. Buxarda bişdiyi üçün inanılmaz dərəcədə yumşaq və dadlı olur. Əti başqa hansı üsullarla bişirsək, o dərəcə yumşaqlıq ala bilmərik biz. Bu yemək Cənub bölgəsində çox bişirilir, amma Cənub bölgəsinə xas bir yemək deyil. Bütün Azərbaycanda bişirilir hazırda. Çünki ümumilikdə Azərbaycan milli mətbəxinin bir yeməyi sayılır, amma qədim dövrdə belə olmayıb. Hər evdə bişən bir yemək olmayıb bu. Deyilənə görə xanlıqlar dövründə bu yemək saraylarda bişirilirmiş, bolluq və bərəkət rəmzi sayılırmış. Bu yemək əslində soğanla da bişirilir və bunu əti qaynadıb bişirənlər də var, amma mən qaynatmadan bişirirəm. Çünki heç məncə ehtiyac da yoxdur buna. Buxarda bişdiyi üçün o qədər yumşaq və gözəl bişir ki, qaynatmadan da könül rahatlığı ilə bişirə bilərsiniz. Hətta qırmızı soğan da doğrayıb əti düyünün altına yığarkən ətlə birlikdə əlavə eləmək olur, amma mən əti sadə sevdiyim üçün soğan vurmadım. Siz istəsəz o formada da bişirə bilərsiniz. Burada qazmaq da etmişəm. Açığı mən onu sevmirəm. Sadəcə yeməyin altı biraz yanmasın, yapışmasın deyə etmişəm onu. Amma sevənlər də var təbii ki. Hətta yeməyi sunum edərkən o qazmaq daha gözəl bir yaraşıq verir ona. Mən sadəcə ev üçün hazırlayırdım və 2 nəfər idi, o dərəcə görünüşün üstündə oynamadım. Amma inşallah hansısa bir qonaqlı süfrəsi üçün hazırlayanda o formada da sunum edib paylaşaram sizin üçün. Qazan ağzına keçirdiyim həmin o başlıq qapaqdan böyük olduğu üçün sonradan keçirdim. Amma əsas odur ki, öz funksiyasını yerinə yetirdi. Buxarda yeməyin bişməyinə kömək elədi. Burada artıq yemək bişib və mən onu servis edirəm. Bayaq sunum dedim deyəsən, türk sözündən istifadə elədim. Nəysə. Görürsünüz necə qəşəng görünür. Yəni qaynatmağa heç ehtiyac yoxdur. Yumşaq bir yeməkdir. Sonda yoldaşıma test elətdirirəm. Dadı barədə fikir bildirir. Sağ ol. 100%.